Salam dostlar. Bugün size dünyanın en qədim ve en böyük sivilizasiyalarından biri olan Çin hakkında danışacağım. Zəhmətkeş xalqı, 1000 illik tarixi ve bugünkü güclü inkişafı ilə Çin həqiqətən heyrətamiz bir ölkədir. Bəli dostlar, bugünkü səyahətimiz məhz Çinədir. Bu videoda size Çinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, adət-ənənələri və Azərbaycanla olan dostluq münasibətləri barədə həm maraqlı, həm də təəccüblü faktlar təqdim edəcəyəm. Qədim zamanlarda Azərbaycan ilə Çin arasında ticarət əlaqələri var idi və Çin Azərbaycana xüsusi hörmət göstərirdi. Amma ən maraqlısı budur ki, bu dostluq bugün də davam edir. Covid ilk başladığı zaman Azərbaycan tərəddüd etmədən Çinə tibbi yardım göndərdi. Maskalar, dezinfeksiya, qoruyucu geyimlər. Dünya vaksin tapa bilməyəndə isə Çin Azərbaycana dəstək oldu və Sinovac və Sinopharm vaksinlərini ilk göndərən ölkələrdən biri oldu. Çin dünyanın 3-cü ən böyük ölkəsidir və əhalisi 1,43 milyard nəfərdir. Bu sayla o, Hindistandan sonra dünyanın ikinci ən çox əhalisi olan ölkəsidir. Çin 9,6 milyon kvadrat kilometrə əraziyə malikdir. Dünya səthinin təxminən 10%. Çin, Pakistan, Hindistan, Rusiya, Qazaxıstan, Nepal, Laos, Vyetnam, Monqolistan və digər ölkələrlə sərhəddir. Bu ölkənin inkişafı sözün əsl mənasında inanılmazdır. Hazırda dünyanın mobil telefonlarının təxminən 70% içində istehsal olunur. TikTok, Xiaomi, Alibaba kimi brendlər də məhz bu ölkəyə məxsusdur. Udemy 52 trilyon dollardır. Və son illərdə iqtisadi artım 6,3% təşkil edib. Çin gücünü istehsalatdan, intizamdan və zəhmətdən alır. Elə buna görə də bugün dünyanın ən güclü iqtisadiyyatlarından biridir. Çində gündəlik həyat. Çində gündəlik həyat çox maraqlıdır. Uşaqların boynu əyilməsin deyə yaxalarına iynə kimi bərk sancaq taxılır. Bu onlarda adi tədris metodudur. Korrupsiyaya görə bəzi hallarda hətta ölüm hökmü tətbiq olunur. Çinlilər öz dillərinə çox dəyər verirlər və başqa ölkələrə getsələr də Çin dilində danışırlar. Onlar qeyri-mümkün görünən hər şeyi mümkün etməyə çalışan bir millətdir. Çin həm də dünyanın ən böyük qızıl istehsalçısıdır. İldə təxminən 409 ton qızıl çıxarırlar. Yemək mədəniyyətləri də çox maraqlıdır. İt, pişik, sıçan, yarasa, demək olar ki, hər şey yeyirlər. Ən sevdikləri yeməklərdən biri isə dəniz məhsullarıdır. Çinin ən böyük şəhəri Şanxaydır, ticarət və sənaye mərkəzi. Pekin isə tarix və mədəniyyətin ürəyidir. Burada məşhur Forbidden City yerləşir. Çin səddi isə dünyanın ən böyük insan tikililərindən biridir, təxminən 5000 kilometr uzunluğunda. Konfutsi və xalqın düşüncəsi. Konfutsi kimi böyük filosoflar Çin mədəniyyətinin formalaşmasında mühüm rol oynayıblar. Onun məşhur fikri: İnsan kasıb da ola bilər, varlı da, amma cəmiyyətə və ailəyə hörmət etmək ən böyük dəyərdir. Bu düşüncə bugün də Çin xalqının xarakterinin əsas hissəsidir. Çində 40 il əvvəl əhalinin 90% kasıb idi. Amma bugün yoxsulluq 1%-dən də aşağı düşüb. Bu böyük dəyişikliyin arxasında Deng Xiaoping islahatları dayanır. Turizm də Çində çox güclüdür. Hər il təxminən 80 milyon turist bu ölkəyə gəlir. Şəhərlər o qədər böyükdür ki, bir şəhəri bir günə gəzmək mümkün deyil. Üstəlik, Çində elə bir kənd var ki, hər sakin orta hesabla 3 milyon dollarlıq sərvətə sahibdir. Həmin kəndin öz hava limanı belə var. Yeni il və maraqlı faktlar. Çində yeni il fevralın 10-da başlayır və illər heyvan adları ilə adlandırılır. 2025-ci il isə ilan ili hesab olunur. Ölkədə 23 mindən çox su anbarı var və dünyanın ən böyük su anbarlarından biri olan Trey Gorges də burada yerləşir. Nəqliyyat və şəhər həyatı. Qatarlar, avtobuslar, metro, hər şey sürətli və nizamlıdır.
Hər yerdə avtomatlar var. Yemək, içmək, gündəlik əşyalar, hamısını saniyələr içində ala bilərsiniz. Alış-veriş üçün Şanxay mükəmməl şəhərdir. Hündürlükləri sevirsinizsə Şensenə gedin. Dostlar, bugünkü maraqlı məlumat videomuz bu qədər idi. Video xoşunuza gəldisə şərhlərdə yazın. Çin sizdə hansı təəssürat yaratdı? Yeni dostlardan isə xahiş edirik, kanala abunə olun, videonu bəyənin və növbəti videoda görüşənədək.